Mən 165 lari arenda verirəm hər ay. Ayın 20-sindən 20-sinə, elə mi? Aha, onlar da öz başınalıqdır. Daha gör yolun ortasında satılar mı? Özgə nə deyə bilər ya bala? Xahiş edirik ki, onun qarşısını alsınlar. Yazıqdır cəmaət, bax. Gör hamısı ağzına sualıq dururlar. İçəri girən yoxdur. Maşın əyləməyə yer yoxdur. Maşındır, əyləyib, gəlib buradan 2 dənə onun. Hamısı bax, xarab olub, aha, tökürük hamısı. Maşın əyləməyə yer var mı? Aha, yoxdur. İçəri klient gəlmir. Alırıq, malımız xarab olur, yerə tökürük. Hamı oğul uşaq yiyəsə, istəyirik ki, oğul uşağımıza çörək pul aparaq. Belə iş olarmı? Xahiş eləyirik ki, bu işə baxsınlar. Bizə yəli eləsin, bizə məsələ dediyimiz sözü əməl eləsinlər. Özgə nə də qurban olur, yaxşı olsun. Gələnin ayağı sağlı qədəmli olsun. Çox xahiş eləyirəm, bu işlərə baxsınlar. Bazara girən yoxdur. Bazar çox zəifçilikdir Qadağalı. Yəni bu heç yerdə görünməmiş bir işdir ki, eşdə bazar açılıbdır. Yəni eşdə bazar olmasa, gəlib biri meyvə alanda, bir də məndən, məsəl üçün mən satdığım əşyadan alarda, heç nə valla, bütün xalq yazıq olubdur. Bax o yazıqlar şəxsən aldıqlarını hey çölə atırlar. Belə olarmı? Bu yazıqlar bir aylıq satacaq, məsəl üçün da dəftər uçqa tökürlər. Üzünə baxırlar. Yəni girən yoxdur. Bunlar da gözünü tikib ki, bir ay ərzində bu malı qutarsınlar. Heç cür vallahi elə şikayətimiz bircə eşikdir. Yəni içəri girən yoxdur Qadağalı. Aydın. Bax eşik görünməmiş işdir. Çölün içində də Balinsanın qabağında, şəxsən Aversinin qabağında da elə bir şey olar mı ki, bazar açılar. O xalq gələr içəri, o bazar şikayətçi, bu bazar şikayətçi. Gələr biri pomidor olar, bir də bir başqa sucuq olar şəxsən. Uzunlu gün otururuq, gözümüz belə, ha, çox zəifdir bazar.